18 yaşadək analar və erkən evlilik üzrə göstəricilər son 3 ildə təxminən 50%-ə yaxın azalıb. Milli Məclisdə gender bərabərliyinin təmin edilməsinə nəzarət həyata keçirən İcra Hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu barədə məlumat verib. Müzakirələr zamanı məişət zorakılığı qurbanları üçün sığınacaqların yetərli olmadığına diqqət çəkilib. Əmək bazarında müşahidə olunan dəyişikliklər onu göstərir ki, qadınların iqtisadi fəallığı davamlı formada artır. Bu məqam qadınların əmək bazarında daha çox təmsil olunduğunu göstərir. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil etdiyi qurumun 2025-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı səsləndirdi. Əlavə etdi ki, 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilər də son 3 ildə 50%-ə qədər azalıb. Komitə sədri Azərbaycanda yeni ailə konsepsiyası sənədinin hazırlandığını da diqqətə çatdırdı. Dövlət Komitəsi hazırda ailə konsepsiyası sənədini yekunlaşdırmaq üzrədir. Biz artıq onu hazırlamışıq, müvafiq dövlət orqanlarına göndərilib. Onlar təkliflərini bizə təqdim edirlər. Bu bir siyasi çərçivə, müasir dövr üçün Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələrini nəzərdə tutan bir çərçivə rolunu oynayacaq. Daha sonra çıxış edən komitə sədri Hicran Hüseynova Azərbaycanda ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında qanunun qəbul edilməsinə ehtiyac olduğunu vurğuladı. Bildirdi ki, doğulan qız uşaqları ilə oğlan uşaqları arasında fərq əvvəlki illərə nisbətən azalıb. 100 qıza 113 oğlan təşkil edir. Bioloji norma hər 100 qıza 105-107 oğlandır. Bu sahədə komitə və digər müvafiq qurumlar maarifləndirmə işləri aparırlar. Amma bu işlər daha da gücləndirilməlidir. Millət vəkili Qüdrət Həsənquliyev isə ailələrin qız övladlarından imtina etməsi mövzusuna diqqət çəkdi. Evliliklərin sayı azalır, əvəzində boşanma artır, uşaq doğumunun sayı azalır, selektiv abortun sayı artır. Yəni bunun səbəbləri Dövlət Komitəsində araşdırılıbmı? Yəni bununla bağlı hökumətə, ölkə prezidentinə hansı bir təkliflər göndərilirmi? Millət vəkili Vüqar Bayramov isə qadınların pensiyasının xüsusi qaydada hesablanması ilə bağlı təklif irəli sürdü. Qadınların orta aylıq əmək haqqısı kişilərin orta aylıq əmək haqqısının 69,1%-nə bərabərdir. Nəzərə alsaq ki, beynəlxalq praktikada və qlobal olaraq bu göstərici 77-80% civarında dəyişir. Nəzərə alsaq ki, qadınlarla kişilərin əmək haqqı arasında fərq var. Ona görə yaşa görə əmək pensiyası hesaplanan zaman qadınların pensiya kapitalının bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi xüsusi əmsalları vurulması və xüsusi əmsalların tətbiq edilməsi yolu ilə qadınlarımızın pensiya məbləğlərinin artırılması məqsədə uyğun olardı. Müzakirələrdən sonra Dövlət Komitəsinin hazırladığı sənəd səsverməyə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb. Əhməd Məmmədov, Əzzəzov, ATV Xəbər.